Hər kəsə salamlar. Bu ayda ulduzlardan yeni və faydalı xəbərlər var. Payızın ikinci ayı bir tərəfdən tutulmaların yorucu dəhlizindən möhlət, digər tərəfdən isə Merkurinin noyabrda retrograddan əvvəl bir fasilə olacaq. Bu müddət ərzində etməli olduğunuz və diqqət etməli olduğunuz şeylər ulduz falındadır. Oktyabr ayı tədris ilinin başlaması, məhsul yığımının başa çatması və soyuq mövsümə ümumi uyğunlaşma ilə ənənəvi olaraq gərgin sentyabrdan sonra daha sakit bir aydır. 2025-ci ilin oktyabr ayından astroloji onluğun nümayəndələrini nə gözləyə bilər? Buyurun, izləyin, abunə olmağı unutmayın. Qoçun qarışıq ayı ola bilər. Yaxşı xəbərlə başlayaq. Aktivlərdə artım mümkündür ki, bu da maliyyə baxımından çox əlverişli zamandır. Pis xəbər, kritik səhv etmək riski yüksəkdir. Bu çətin vəziyyətdən çıxış yolu ilə bağlı ulduz falı məsləhəti. Vacib qərarlar qəbul etməyə tələsməyin, təzyiqlərə boyun əyməyin, tələsik hərəkət etməyin, intriqalara və çəkişmələrə qapılmağınıza imkan verməyin. Diqqətlə düşünün və intuisiyanıza qulaq asın. Ulduzlar sağlamlığınıza fikir verməyi tövsiyə edir. Oktyabr ayında tam müayinədən keçmək faydalı olardı. Bu, yaxşı hiss edənlər üçün də faydalıdır. Hər şey normal olduqda test nəticələrini izləmək heç də lazımsız deyil və xüsusən də aylardır kiçik xəstəliklərdən şikayət edən, lakin həkimə müraciət etməyənlər üçün. Şəxsi həyatınızda bu dövr maraqlı görüşlər və tanışlıqlarla dolacağını vəd edir. Davam et. Bununla belə hələlik heç bir taleyüklü qərarlar verməyin, indi qərəzli ola bilərsən. Xüsusi ulduz falı məsləhəti, nüfuzlu bir müttəfiq tapın, himayədarla səhv salmayın. Sonuncu seçim yalnız indi zərər gətirəcək. Oktyabr ayında Buğa üçün şəxsi münasibətlər ön plana çıxacaq. Ailə və şəxsi əlaqələrin möhkəmləndirilməsi hər zamankindən daha vacib olacaq. Bir çox Buğa üçün ailə və dostların dəstəyi xüsusilə vacib olacaq. Ətrafınızdakiların fikirlərini dinləmək və onlara fikir vermək bu ay həlledici olacaq. Onların sözləri və məsləhətləri çətin vəziyyətlərdə həlledici ola bilər. Ulduzlar oktyabr ayında ictimai aktiv olmağı, qohum və dostları ziyarət etməyi, ictimai tədbirlərdə iştirak etməyi tövsiyə edir. Subay Buğa nümayəndələri həyatlarını yaxşılığa doğru dəyişən biri ilə tanış olmaq şansı qazanacaqlar. Peşəkar sahədə həm mövcud layihələrdə və ya hazırki işində, həm də tamamilə yeni sahələrdə maraqlı imkanlar açıla bilər. Bu ay öz biznesini və ya başqa bir işə başlamağı planlaşdıranlar üçün əlverişlidir. Xüsusi ulduz falı məsləhəti, indi iş və istirahət arasında tarazlığı qorumaq həmişəkindən daha vacibdir. Aktiv və enerjili əkizlər tam sürətdə olacaq, yeni təcrübələr axtaracaq, səyahət edəcək və yeni insanlarla tanış olacaqlar. Və tez-tez olduğu kimi onlar tərəfdaşları və ya ailə üzvləri tərəfindən fəaliyyətləri ilə bağlı anlaşılmazlıq və etirazlarla qarşılaşma riski ilə üzləşirlər. Fəaliyyət üçün öz susuzluğunuzla yaxınlarınızın sakitliyi arasında tarazlıq tapmağa çalışın. Oktyabr ayı əkizlər üçün yeni karyera imkanları vəd edir. Komanda işi bu ay əkizlər üçün peşəkar uğurun açarıdır. Oktyabr ayında maliyyə məsələləri heç bir xüsusi problem yaratmamalıdır. Xüsusən də kortəbi və bahalı indulgensiyalardan çəkinsəniz. Əkizlərin şəxsi həyatı həm subay əkizlər, həm də uzun müddət davam edən bağlı münasibətlərdə olanlar üçün gərgin olacaq. Ulduz falı sonuncuya tez bir aşiqlik üçün uzun müddətli, güclü bir əlaqəni riskə atmamağı şiddətlə tövsiyə edir. İnanın, bu daha heç bir şeyə çevrilməyəcək və tərəfdaşınızın etibarını bərpa etmək çox çətin olacaq. Bürcdən xüsusi məsləhət, susmağı bacarırsansa sus, edə bilmirsinizsə demək istədiyinizi yumşaltmağa çalışın. Oktyabr ayında xərçənglər daxili tarazlıq tapacaqlar. Bu, ailə bağlarını gücləndirmək və emosional rahatlığı bərpa etmək vaxtıdır. Özünü inkişaf etdirmək və yeni bacarıqlar öyrənmək üçün yaxşı günlərdir. Karyera məsələləri diqqət tələb edə bilər. Yeni imkanlara, xüsusən də ayın ortalarına hazır olun. Təşəbbüs göstərmək və tapşırıqlara yaradıcı yanaşmaq vacibdir. Xüsusilə xərclərə rasional yanaşma ilə maliyyə sabitliyi gözlənilir. Şəxsi həyatınızda xoş tanışlıqlar və ya mövcud münasibətlərin möhkəmlənməsi mümkündür.
Sağlamlığınıza diqqət yetirin, düzgün qidalanmağı və kifayət qədər istirahət etməyi unutmayın. Keçmişdən gözlənilməz xəbərlər əhvalınıza təsir edə bilər. Xüsusi ulduz falı məsləhəti, özünü təcrid və təcriddən çəkinməyə çalışın, yaxınlarınız və dostlarınızla daha tez-tez ünsiyyət qurun. Oktyabr ayı şirlər üçün yeni imkanlar və maraqlı təcrübələr ayı olacaq. Müsbət dünyagörüşü istənilən çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Meditasiya və açıq havada istirahət enerjinizi dolduracaq. Oktyabr ayı çoxdan planlaşdırılan layihələrin həyata keçirilməsi üçün əlverişli zaman olacaq. Peşəkar həyatınızda aktiv inkişaf gözlənilir və istedadlarınızı nümayiş etdirmək imkanları yaranacaq. Maliyyə vəziyyətiniz ümumiyyətlə sabitdir, lakin riskli investisiyalardan çəkinin. Gələcək uğura səbəb ola biləcək yeni ideyalar mümkündür. Şəxsi həyatınızda gözlənilməz romantik görüşlər və ya yaxınlarınızdan xoş sürprizlər mümkündür. Sağlamlığınıza diqqət edin, həddindən artıq işdən və stressdən qaçmağa çalışın. Məişət məsələlərini həll edərkən səbirli və təmkinli olmaq vacibdir. Xüsusi ulduz falı məsləhəti, özünüzü başqalarının hesabına təsdiqləməkdən və üstünlük nümayiş etdirməkdən çəkinin. Qızlar üçün oktyabr ayı dərin introspeksiya və daxili işlər ayı olacaq. Öyrənmək və yeni biliklər əldə etmək üçün yaxşı vaxtdır. Duyğularınıza diqqət yetirin, mənfi düşüncələrdən qurtulmağı öyrənmək vacibdir. Bu, daxili resurslarınızı gücləndirmək və məqsədlərinizin aydınlığına nail olmaq üçün aydır. Peşəkar həyatınızda uyğunlaşma tələb edən kiçik dəyişikliklər mümkündür. Maddi durumunuz ümumiyyətlə sabitdir. Əvvəlcədən təhlil etmədən böyük xərclərdən qaçın. Ayın ikinci yarısı yeni layihələr və ya ideyalar inkişaf etdirmək fürsəti gətirəcək. Şəxsi həyatınızda fikir ayrılıqları və ya anlaşılmazlıqlar mümkündür. Səbirli və anlayışlı olmağa çalışın. Sərhədlərinizi qoruyun və istirahətə ehtiyacı unutmayın. Bu bürcün subay nümayəndələri daha ciddi bir şeyə çevrilə biləcək romantik görüşlər gözləyə bilərlər. Xüsusi ulduz falı məsləhəti, mükəmməllikdən və standartlarınızı başqalarına tətbiq etməkdən çəkinin. Oktyabr ayı tərəzi üçün harmoniya və yeni üfüqlər dövrü olacaq. Özünü inkişaf etdirmə sahəsində öyrənmək və yeni başlanğıclar üçün əla vaxtdır. Peşəkar olaraq böyümə və mümkün yüksəliş gözlənilir. Ünsiyyətdə diplomatiyadan istifadə etmək və kompromislər tapmaq vacibdir. Uzunmüddətli uğur gətirəcək yeni ideyalar mümkündür. Noyabr ayında yaxınlarınız və həmkarlarınızla əlaqələr güclənəcək, əlavə faydalar gətirəcək. Maliyyə diqqətli düşünməyi tələb edir, riskli investisiyalardan və ehtiyatsız xərclərdən çəkinin. Şəxsi həyatınızda xoş dəyişikliklər və ya mövcud münasibətlərin möhkəmlənməsi mümkündür. Bu, həm də romantik tərəfinizi açmaq və tərəfdaşınıza qayğı göstərmək vaxtıdır. Ayın ikinci yarısı xoş görüşlər və hadisələr ehtimalını təklif edir. Xüsusi ulduz falı məsləhəti, təşəbbüs göstərin. Oktyabr ayı əqrəblər üçün gərgin və hadisələrlə dolu bir ay olacaq. Çoxları həm yaxın, həm də uzun müddət üçün prioritetlərini və məqsədlərini yenidən qiymətləndirəcəklər. Peşəkar həyatınızda qətiyyət və strateji yanaşma tələb edən mühüm dəyişikliklər mümkündür. Ayın ikinci yarısı şəxsi layihələr üzərində işləmək və özünü həyata keçirmək üçün əlverişlidir. Maliyyə vəziyyətiniz qərarlarınızdan asılıdır, risklərdən qaçın. Şəxsi münasibətlərdə ehtiraslar və romantik təcrübələr mümkündür. Potensial olaraq ciddi hisslərə çevrilir. Sakit qalmaq və ünsiyyətdə münaqişələrdən qaçmaq vacibdir. Məxfilik və həssaslıq tələb edən vəziyyətlər mümkündür. Emosional açıqlıq və şəxsi məkan ehtiyacı arasında tarazlıq tapmağa çalışın. Xüsusi ulduz falı məsləhəti, zəhərli təmaslardan və mənfi emosiyalardan çəkinin. Oxatan üçün oktyabr üfüqləri genişləndirmək və yeni biliklər əldə etmək vaxtı olacaq. Bu, öyrənmək, səyahət etmək və yeni şeylər yaşamaq üçün əla vaxtdır. Enerjiniz və optimizminiz yoluxucudur, məqsədlərinizə çatmaq üçün onlardan istifadə edin.
Peşəkar həyatınızda karyera yüksəlişləri və yeni layihələr mümkündür. Ayın ortasında işgüzar səfərlər və ya yeni imkanlar aça biləcək görüşlər mümkündür. Maddi vəziyyətiniz sabitdir, lakin təbii ki, böyük risklərdən qaçın. Şəxsi həyatınızda səmimi və tərəfdaşınıza güvənmək vacibdir. İş, şəxsi maraqlar, sevdiyiniz insana ayırdığınız vaxt və diqqət arasında tarazlıq tapmağa çalışın. Xüsusi ulduz falı məsləhəti, ehtiyatsız macəralardan və riskli investisiyalardan çəkinin. Oğlaqlar üçün oktyabr ayı uzunmüddətli planların həyata keçirilməsi və möhkəmlik yaratmaq ayı olacaq. Ayın ikinci yarısı yeni bacarıqların öyrənilməsi və peşəkar yüksəliş üçün əlverişlidir. Peşəkar həyatınızda layihələrin inkişafı və məsuliyyətlərin artması gözlənilir. Yeni öhdəliklər götürməkdən və öz ideyalarınızı həyata keçirməkdən qorxmayın, hətta onlar ilkin olaraq ehtiyatsız görünsələr də. Maddi durumunuz sabit olacaq, lakin tələsik alış-verişdən qaçmağa çalışın. Şəxsi münasibətlərdə ciddi söhbətlər və prioritetlərin yenidən qiymətləndirilməsi mümkündür. Sevdiklərinizlə inam və anlaşmanı gücləndirmək üçün əlverişli zamandır. Gələcəyinizə təsir edəcək mühüm qərarlar ayın sonunda mümkündür. Xüsusi ulduz falı məsləhəti, ehtiyaclarınız haqqında açıq danışmağı öyrənin, lakin bunu incə və hörmətlə edin. Oktyabr Dolça bürcünə yeni ideyalar və ilham gətirəcək. Bu, aktiv yaradıcılıq cəhdləri və özünü ifadə etmək üçün əla aydır. Ayın ikinci yarısı öyrənmək və üfüqlərinizi genişləndirmək üçün əlverişlidir. Peşəkar həyatınızda qeyri-adi layihələr və maraqlı insanlarla qarşılıqlı əlaqələr mümkündür. Şəxsi azadlıq və məsuliyyət arasında tarazlığın qorunması həmişəkindən daha vacib olacaq. Maliyyə vəziyyətiniz hazırda sabitdir, lakin tələsik investisiyalardan qaçın. Şəxsi həyatınızda sürprizlər, gözlənilməz görüşlər, romantik anlar mümkündür. Münasibətlərdə dürüstlük və güvən vacibdir, açıq və səmimi olmağa çalışın. Köhnə kinləri bir kənara qoymağa və yeni üfüqlərə doğru irəliləməyə çalışın. Xüsusi ulduz falı məsləhəti, fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çalışın. Oktyabr ayı balıqlar üçün mənəvi yüksəliş dövrü olacaq. Ayın ikinci yarısı şəxsi layihələrin və arzuların reallaşması üçün əlverişlidir. İntuisiyanız xüsusilə kəskin olacaq, daxili səsinizə qulaq asın. Xəyal etməkdən və qarşınıza iddialı məqsədlər qoymaqdan qorxmayın. Peşəkar olaraq yaradıcı və humanitar maraqların inkişafı üçün yeni imkanlar mümkündür. Düzgün planlaşdırma və təmkinlə maliyyə vəziyyətiniz yaxşılaşacaq. Şəxsi həyatınızda yaxınlarınızla romantik görüşlər və dərinləşən hisslər mümkündür. Ünsiyyətinizdə səmimiyyəti və etibarı qorumaq vacibdir. Sağlamlığınıza, xüsusən də psixoemosional vəziyyətinizə diqqət yetirin. Gələcək nailiyyətlər üçün özünüzü doldurmaq üçün istirahət etməyə və özünüzə qulluq etməyə çalışın. Xüsusi ulduz falı məsləhəti, bununla belə niyyətləri bəlli olmayanlardan ehtiyatlı olun.